Dostlar, Motosikletə başlama hekayəmi sizə danışım, dinləyin. Motosiklet sevgisi, həvəsi uşaqlıqdan məndə var idi. Amma heç zaman motosikletim olmamışdı. Bir neçə il bundan qabaq Bakıya gələndə hansısa bir işi görməli idim, hansısa bir işdə işləməli idim. Qərar verdim, kuryer işləyim. Motosiklet sevgim olduğu üçün motosikletlə bir iş görüm. Motosiklet almağa maddi imkanım çatmadığı üçün arenda götürərək başladım kuryer işləməyə. Sadəcə qarşıma məqsəd qoydum. İstədiyim, xoşuma gələn motosikleti alacağam. Günlərlə əziyyət çəkərək gecə-gündüz demədən işlədim və mənim həvəsində olduğum motosikleti aldım. Və sonra gül dükanında işləməyə başladım. Gül dükanında işləmək mənim üçün xoş idi. Çünki adi bir güllä şəhərdə tanımadığım xanımların üzünü güldürürdüm və onlara sevinç bəxş edirdim. Amma bəzən həyat belə olur. Üzünü güldürdüyümüz insanlar, dəyər verdiyimiz insanlar bizi incidirlər, bizi üzürlər. Verdiyimiz dəyəri itirirlər. Düzdür, bugünkü motosikletim yoxdur, amma yenə də içimdə bir arzum var, hələ də sönməyib. Allah qismət eləsin, yenidən motosiklet alın. Yollarda balaca uşaqların, xanımların, məni sevən hər kəsin üzünü güldürür. Bu həyatda insana qalan, etdiyi yaxşılıqlar da, insanları sevinç bəxş edin, üzlərini güldürün. Heç kimin qəlbini qırmayın, heç kimin hissləri ilə oynamayın və sizə verilən dəyəri heç vaxt yerə vurmayın.